Bununla modul tipli suallarını gəlin həll edək. Əvvəlcə onu qeyd edeyim ki, əgər modul içi müsbət özünə bərabər, əgər yox, modulun içi mənfidirsə, onun əksinə bərabərdir. Bunu bir yerə qeyd edin. Uşaqlar, bunun mənfiliyini, müsbətini bilmək üçün, baxın, mən burada kök 5 qalsın öz yerində, 4 isə kök altdan 2 yaza bilirəm. 4-ü kök altdan 16 yaza bilərəm ki, mən 16-dan kök altdan 4 çıxsın, elə deyil. Bu yeri yazıram kök altında 16. Daha sonra kök altda 5 yenə qalsın öz yerində. 9-u yeni yaza bilərəm kök altında 81. Elədir. İndi gəl baxaq, hansı müsbətdir, hansı mənfidir. Bu bilmək üçün kök 5-dən kök 6 çıxanda müsbət olar, mənfi olar. Təbii ki, mənfi olar. Deməli, bura mənfidir. Daha sonra 81-dən 5 çıxanda isə müsbətdir. Deməli, burada müsbət. Mən nə dedim? Dedim ki, əgər içi mənfidirsə, bunun əksi çıxır. Yəni, buranı silək. Deməli, bir sözlə, bunun əksi o deməkdir ki, yəni 4 çıxılsın kök altda 5 yerlərini dəyişirik. Daha sonra çıxılsın yazıram. Yenə müsbət idirsəydi özü çıxırdı. Yəni olacaq 9 çıxılsın kök altda 5-ə. Burada razıyıq. Daha sonra nə edirik? Və biz bilirik ki, əgər mötərizənin qarşısında bir mənfi varsa, o zaman biz mötərizənin için işarəsini dəyişməliyik. O zaman nə olur? Olacaq 4 çıx kök altında 5 və buradakı gördüyünüz bu mənfiyə görə, bu için mənfi daxı, bu işarəsi nə olacaq? Müsbət. Yaxşı, mənfi qabağında mənfi olduğuna görə mötərizənin içinin işarəsi olacaq müsbət. Daha sonra nə edirəm? Yazıram ki, çıxılsın 9, üstə gəlinsin kök altında 5. Aha, onda mən nə alıram? Alıram ki, buradan ki, kök 5-lər bir-birlərini apar. Mənfi müsbəti 7. Və buradan alıram ki, 4 çıxılsın 9. Niyə çıxılsın 9? Buna 9 çıxını cavabımız eləyəcək mənfi 5. Bu qədər sadə.